Sual 84. Silogizmi tamamlayacaq fikir hansı variantdadır? Aha. Əvvəlcə, əziz uşaqlar, diqqətinizə çatdırım ki, silogizm nədir? Silogizm verilmiş iki fikrə əsaslanaraq nəticə çıxarılan bir üsuldur. Yəni, silogizmin ilk hissəsi bizim ümumi fikrimizdir, sonuncu hissəsi isə xüsusi fikrimizdir. Yəni, bizim həm ümumi, həm də xüsusi fikri birləşdirib çıxardığımız nəticə, verdiyimiz hökm bunların həm ümumi hissənin, həm də xüsusi hissənin tələbini ödəməlidir. Yəni, verilən hər iki fikrin əsasını özündə daşımalıdır. Verilən hər iki fikri özündə təsdiqləməlidir. Və bizim ümumi hissə ilə xüsusi hissəni birləşdirən sanki ortada bir körpü rolunu oynayır. Körpü funksiyasını daşıyır. Yəni, iki fikri bir-birinə bağlayır. Bizim silogizmimizdə bizə nə verib? Təsirli hallı söz cümlədən müstəqil xəbər ola bilməz. Bəli, bizim qaydamız var ki, təsirli hallı söz cümlədən müstəqil xəbər ola bilmir. Amma xəbərin tərkibində yer ala bilər. Yəni, xəbər ola bilməməklə tərkibində yer ala bilməmək tamamilə ayrı-ayrı fikirlərdir. Sonuncu fikrimizə baxaq. Əlilli sözü müstəqil xəbər ola bilməz. Aha. Deməli, biz silogizmimizin ümumi hissəsində bildik ki, təsirli hal xəbər ola bilmir, müstəqil olaraq xəbər ola bilmir və əlilli sözdə müstəqil xəbər deyil. Və bizim bunların hər ikisindən çıxartdığımız ortaq fikir budur ki, əlilli sözü təsirli haldadır. Çünki təsirli hallı söz xəbər ola bilmirsə, əlilli sözü də müstəqil xəbər ola bilmirsə, bizim düşündüyümüz, ağlımıza gələn ilk variant olmalıdır ki, deməli, əlilli sözü təsirli haldadır. Təsirli halın şəkilçisi hansıdır? I 4 variantlı, düzdürmü? Əlilli sözü də əli sözün kökü n bitişdirici i şəkilçi, yəni qrammatik şəkilçi olduğuna görə, təsirli halda olduğuna görə artıq bu da xəbər ola bilməyəcək.